Herkese selam, videoma hoş geldiniz. Ben Ziver. Bugün videonun başlığından da gördüğünüz gibi benim ad günümdür. Martın 18'indeyim. Martın 18'i benim doğum günümdür. Bugün de Martın 18'idir. Ve size ad günü videosu çekmek istedim. Bu video tam olarak neçə dəqiqə olar bilmirəm, uzun olar, kısa olar, heç bir fikrim yoxdur. Amma yenə də bu günümü sizinlə bölüşmək istədim. Keçən il tam istədiyim kimi ad günü videosu çəkə bilməmişdim. Çünki qarışıq çəkmişdim. Bakım videosunda da dedim, ad günü videom qarışıq idi. Yəni həm şəhərdə çəkdim, həm məktəbdə çəkdim, həm evdə çəkdim falan. Qarışıq idi. Bu il elə olsun istəmirəm və ayrıca bir ad günü videosu çəkmək istədim. İndi kombinimi hazırlamışam. Kombinim belədir. Və anam gedib tortumu götürməyə. Tortum gəlsin, tortumu da sizə göstərəcəm. Ay, çox tatlı oldum. Bugün soft olmaq istəyirəm. Normalda mən çox belə soft olan bir qız deyiləm. Amma bugün mənim ad günümdür və bugün soft olmalıyam. Makyajım da soft oldu bu arada, bakın. Soft, tatlış bir makyaj. Anam da bura Z16 yazıb. Baxın, bu da mənim tortum. Belə göstərim. İndi oturmuşam. Bayaq YouTube'a short video paylaşdım. Get ready with me videosu paylaşdım. Ad günümə hazırlaşırdım. Onun videosunu paylaşdım. Dedim sabaha qalmasın, elə bu gün də paylaşım. Neyse, onu paylaştım. İndi oturmuşam. Harası bir 5-10 dəqiqə sonra da kinoya baxacağam. Hansı kinoya baxacağım? Masumiyyət Müzesi'ne baxacağım. Bu Masumiyyət Müzesi kinosu haradasa bir 3 gün falandır ki, mənim keşfetimi ele keçirmişdi. Bir dəfə Instagramda qabağıma çıxdı. Neyse, sonra davamlı qabağıma çıxmaya başladı. Sonra TikTok'da qabağıma çıxdı falan. Neyse, gördüm maraqlı kinodur. Mən də baxmaq qərarına gəldim. İndi Masumiyyət kinosuna baxacağım. Masumiyyət kinosu. Masumiyyət Müzesi serial diyeyim, kino diyeyim. Ona baxacağım. Daha sonra isə gözləyəcəm Nərmin gəlsin. Çünki heç kim yoxdur bizim evdə. Heç kim yoxdur. Mən səhərdən hazırlaşmışam, get ready with me videosu çəkmişəm, vlogumun açılışını eləmişəm, amma heç kim yoxdur. Niyə yoxdur? Bilməm, yoxdur. İndi gözləyirəm Nərmin də gəlsin. Nərminə zəng elədim. Əslində Nərminə yox, qardaşına zəng elədim. Açmadı telefonu, 2 dəfə zəng elədim, açmadılar. Mən oturmuşam, Nərmini gözləyirəm, Nərmin gəlsin. Çünki sıxılıram. Yəni boş-boş oturmuşam. Gözləyirəm Nərmin də gəlsin. Onunla bir yerdə maraqlı vaxt keçirim. Belə. İndi birazdan kinoya baxacağım. Tortumun üstündə tac var idi, amma onunla istədiyim kimi video çəkə bilmədim. Onunla mütləq başqa bir videoda çəkəcəm. Today is my birthday. Today I will learn how to breathe. Herkese bir sonraki günden selamlar. Bugün Mart'ın 19'udur. Videonun kapanışını indi eləmək istəyirəm. Çünki duran axşam həm biraz yorğun idim, həm də işıq kalite pis olduğu üçün eləmədim kapanışı. Video qısa oldu. Evet, qısa oldu. Video hardasa 3-4 dəqiqə... İşıq yanır oldu. Bir dəqiqə. Videonun bu qədər qısa olmağını istəməzdim. Amma həqiqətən heç bir şey tapmadım ki, çəkim sizə vlogluyum. Videonun başında da dedim ki, bu video neçə dəqiqə olacaq bilmirəm, uzun olacaq, qısa olacaq. Videonu açanda belə hiss eləmişdim ki, bu video qısa olacaq. Artıq 16 yaşım var. 16 yaşımın ilk günündəyim. Videom isə bura qədər idi. Əgər sona qədər izlədinizsə, like atıb kanalıma abunə olmağı unutmayın. Bye bye.